İndi deməli, ona görə də bu dərsdə biz yeni bir material yoxdur. Bunun əvəzinə 3 şey baxacağıq. Bir keçdiklərimizin roadmapinə, seçim meyarlarına və mövzusu qabaqcadan deyilməyən qarışıq məsələlərə. İndi keçdiklərimiz deməli biz keçmişik konteynerlər, bölmüşük 3 yerə, ardıcıl, assosiativ xətti konteynerlər, sonra keçmişik axtarış, yəni ikili axtarış, lower bound, upper bound, two pointers, sliding window, monoton stack, deck, rekursiya, yəni keçdiyimiz algoritmik olaraq bunları keçmiş ümumiyyətlə. Birinci gəlin biz məsələmizin mürəkkəbliklərini təkrarlayaq. Yəni mürəkkəbliklərdə nələrdən istifadə edirdi? Ümumiyyətlə n-in hədlərinə görə bizdə məsələlərdə mürəkkəblik var, danışmışıq. Məsəl üçün buraya yazaq ki, biz n-in həddi Azərbaycanlaşdırılır. N-in həddi məsəl üçün məsələdə n-in həddi limitləri yazılır da, həmin limitə görə icazə verilən mürəkkəbliyin təyin olunması və həmin mürəkkəbliyə əsasən yəni nə etmək olar? Buna baxacağıq. Məsəl üçün bizdə n-in həddi verilibsə, məsəl üçün belə bir məhdudiyyət verilib, n kiçik bərabərdir 11. Deməli, onda bizim burada bizə verilən mürəkkəblik, yəni bizim istifadə edəcəyimiz mürəkkəblik o-n faktorial ola bilər. Yəni, çünki 11-in faktorialı int tipinə sığışır. Yəni, demək olar ki, okeydir bu məsələmizə veriləcək mürəkkəblik. Burada əsasən bu nə vaxt olur? Bu, mümkün permutasiya məsələlərində olur, permutasiyalarda. Yəni, birlikdə permutasiyalar faktorialla təyin olunur. Yəni, permutasiya həlləri n kiçik bərabərdir 11 həddində həll eləmək olar. Yəni, artıq böyük həddə problemdir bizim üçün. Sonra, məsəl üçün, məsələlərdə belə hədd olur ki, n kiçik bərabərdir 22, məsəl üçün. 22 artıq verilibsə, bu deməli, bir kiçik zaman mürəkkəbliyidir. O, 2 üstü n. O 2 üstü n, burada istifadə eləmək olar bütün alt çoxluqlar. Yəni, biz bunu keçməmişik, bitməsk deyirik. Bütün alt çoxluqlar, amma keçəcəyik. Mən nümunə kimi bura yazıram, mötərizənin içində bitməsk. Bitməsklər keçəcək, orada belə məsəl üçün olur. Yəni, bitməsklərin mürəkkəbliyi, icazə verilən mürəkkəbliyi 2 üstü n-ə qədər ola bilir. Çünki özü çox mürəkkəb bir algoritmdir deyə, yəni zaman mürəkkəbliyin sadələşdirmək o qədər də asan olmur deyə elə bəhs eləyir buna. Sonra n kiçik bərabərdir 100. N kiçik bərabərdir 100-də bizə icazə verilən mürəkkəblik n üstü 4 olacaq təxmini. Məsəl üçün, n üstü 4-də artıq biz nə edə bilərik? N üstü 4-də 4 qat dövrdən istifadə edə bilərik. 4 qat dövr. Dörd qat dövrdən istifadə edə bilərik. Yəni 4 dənə for və həmin for içində while və s. belə. İndi keçdik bizim növbəti mürəkkəblik həddimizə. Məsələlərdə verilə bilən n kiçik bərabərdir 500. Bu hədd artıq o-n kubdur. Yəni kubik. O-n kub. O-n kubda biz 3 qat dövr istifadə edə bilərik. Qat dövr. Bir də mən əlavə olaraq bura bir algoritm yazacağım. Biz onu öyrənəcəyik, amma hələlik yazım ki, sizin də yadınızda qalsın ki, yəni gələcəkdə istifadə edəndə biləsiniz. Deməli, adı səhvəmizə belə yazılırdı. Floyd Warshall. Adını bəlkə səhv yaza bilərəm. Yəni, dəqiqləşdirə bilərik. Dəqiqləşdirə bunun adını. Biz Floyd Warshall-miş. Nəsə detallısına ehtiyac yoxdur, onsuz da biz bunu öyrənəcəyik. Yəni, hələlik mən nümunə kimi yazıram bura. Sonra, məsələn, n kiçik bərabərdir, artıq minə baxırıq biz.
1000 yox 5000 olar. Çünki 10 qatı çox. Okay. N kvadrata qədər fərq edir. O n kvadrat. O n kvadrat. O n kvadratdırsa biz burada deməli 2 qat dövrdür. Yəni 2 qat dövr, ən sadəsi. 2 qat dövr və biz 2 qat dövrü nəyin daxilində istifadə edirik? Dinamik proqramların, DP. Yəni ona görə bunu da yazıram. Sadə DP. DP-ndə keçəndə görəcəksiniz orada. Sizcə indidən məlumat olsun deyə yadda qalsın. Yəni çox da fikir verməyin, başa düşməsiniz, bilməsiniz. N kiçik bərabərdir 5000, indi gəldik 10 üstü 6. 10 üstü 6-dırsa avtomatik bu məsələmiz ON logendir. ON logen. ON logendirsə, deməli biz burada ən maksimum istifadə eləyə biləcəyik. Məsəl üçün sort, set map, sonra ikili axtarış, binary search. Yəni bunlar. N kiçik bərabərdir 10 üstü 7 olanda olur oyun. Bizim oyunda maksimum istifadə eləyə bilərik 2 pointers. Sonra istifadə eləyə bilərik sliding windows, amma o sliding windows'u biz alt şeylərin deyək ki, çoxluqların cəmini tapırdıq da, yəni prefix, yəni bu algoritmik olaraq sizə belə yadda saxlasanız yaxşıdır. Prefix sum. Yəni istifadə eləyə bilərik. Prefix sum alt çoxluqların cəmlərini tapırdıq. Məsəl üçün cəmi 13 olan alt çoxluq və s. Bu odur. Artıq 10 üstü kiçik bərabərdir 10 üstü 18 olanda, 10 üstü 18 olanda bu artıq burada bizim oyun işlətməyimiz olmur. Ona görə burada pis halda logen işlədə bilərik. Yaxşı halda o 1-dir. Yəni bu məhdudiyyətdə verilən məsələlərin əsasını alır, o 1 nə olur. Amma logen də burada iş görər. Bura isə məsəl üçün biz keçən dəfə cavab üzərində axtarış demişdik. Binary search keçəndə elə cavab üzərindən axtarış. Bir də yəni hazır riyazi düstur. Yəni hazır düstur artıq məsələn belə bir verilən məsələ varsa bu şeylərdə ya cavab üzərində axtarış gedir orada. Yəni orada nə isə bir başqa bir əməliyyat eləmək çətindir. Yəni çünki çox böyük məhdudiyyətdir. Yəni bu məhdudiyyəti tanımlamaq üçün yəni çox ciddi işlər görmək. Ya da hazır məsələnin düsturu var, deməli. Düsturun yerinə qoyuruq və yazırıq. Əla. Deməli bu ümumiyyətlə bizim mürəkkəbliyi keçmişdik. Mürəkkəbliyin təkrarı idi, yəni qısa bir. Deməli biz demişdik ki, məsələn müasir kompüter, yəni bizim kompüterlərimiz təxminən 1 saniyədə 10 üstü 8 dənə sadə əməliyyat icra eləyir. Yəni hesab məsələdə bizim 2 saniyəmiz varsa, deməli bu 10 üstü 16 əməliyyat eləyə bilər maksimum 2 saniyə ərzində. Yəni 1 saniyədə 10 üstü 8-dir, 2 saniyə ərzində 10 üstü 16-dır. Məsələn ona görə ona əsasən biz artıq burada məsələn ON kvadratla ta ki məsələmizin girişi 10 üstü 8-dirsə, məsəl üçün 18-in kvadratı neçə eləyir? 18-in üstü 2. 10 üstü 16. Yəni 18 vurulsun 18-də 10 üstü 16 eləyir. Deməli bu 2 saniyəyi 1 saniyəyə dolduracaq 10 üstü n kvadratla. Yəni onca 1 saniyə, məsələn orada n kvadratını işləməyi bəs eləyir bizə. 18 girişlə 2 saniyəyə. Amma da məsələn orada n üstü 3 götürmək artıq bizim üçün düzgün deyil. Yəni praktik olaraq səhvdir. Yəni məsəl üçün bu belə, yəni müəyyən olur məsələlərdə seçəcəyimiz algoritmlərin tipləri. Yəni bu icazə verilən mürəkkəbliyə də uyğun xüsusi işlər var. Yəni seçə biləcəyimiz konteynerlər, nə bilim algoritmlər ona görədir. Ümumiyyətlə çox vaxt girişi 10 üstü 18 olanların məsələlərdə heç bir massiv qurmaq mümkün olmur.
Yəni bu dərhal ümumiyyətlə burada düstur olur çox vaxt ya da cavab üzərində ikili axtarış. Gəlin bura ikili axtarış yazaq çünki bu binary search ID-dir. Bunu səhv salmayın. Çünki cavab üzərində sadə axtarışda o yendir və o da problemdir. Hə. Cavab üzərində ikili axtarış və düsturdur. Əla. Ona görə də 13-18 məhdudiyyəti olan məsələlərində əsasən massiv qırmaq çox da mümkün olmur yəni. Yəni o tip məsələlərə, yəni elə bir məsələ görəndə avtomatik yəni düstura fokuslanmaq lazımdır ya da cavab üzərində ikili axtarış. Bunlar bizim mürəkkəbləyimizdir. Yəni əvvəldə çox geniş danışmışdım. Mən qısa danışdım ki, yadınızda olsun. Həm də sabahdan bizim uşaqların bəziləri adada olan kampda iştirak edəcəklər. Orada da ehtiyacımız olacaq 100%. Yəni bir təkrarlasaz ona da uyğun olaraq qəşəng olar. İndi yazaq nə? Konteyner. Yəni istifadə edəcəyimiz konteyner. Konteynerin bizə verən güclü tərəfləri nədir? Güclü tərəfi. Konteynerin zəif tərəfi nədir? Və əsas əməliyyat nədir konteyner üzərində? Baxın, konteynerin ümumiyyətlə güclü tərəfini bilməkdən daha çox zəif tərəfini bilmək bizə önəmlidir. Niyə? Çünki biz həll edəcəyimiz məsələdə məhdudiyyətləri, güclü tərəfin onsuz məhdudiyyətləri aşmır. Amma zəif tərəfini bilmək o konteynerdən bizi yayındıra bilər ümumiyyətlə. Yəni ona görə də zəif tərəflərində müəyyən qədər yadda saxlamaq, bilmək lazımdır. Məsələn, bizim ən çox istifadə etdiyimiz konteyner vektor. Vektor götürsək, vektorun güclü tərəfi odur ki, məsələn, yaddaşda bitişikdir. Yəni yaddaş tərəfdən idealdır. Yaddaşda bitişikdir. Yəni bir dənə ünvanda gedir, yadda saxlanılır. Güclü tərəfi vektorun yaddaşda bitişik olmaqdır. Sonra vektorun güclü tərəfi indeksli olmaqdır. İndeksli olmaqdır. Sonra bizim vektorumuzun güclü tərəfi sürətli olmaqdır. Sürətli olmaqdır. Yəni məsələn vektorumuzun güclü tərəfləri bunlardır. İndi vektorun güclü tərəflərinin qarşı zəif tərəfləri də var. Məsəl üçün vektoru ortadan element silmə və yaxud vektorda başdan element silmə bu problemdir vektor üçün. Yəni bu məsləhət deyilməsin bunu istifadə eləmək. Ortadan və yaxud başdan element silmək. Yəni demək olar ki, bu ortadan və başdan element silmək üçün bu search eləməlidir onun üçün. Yəni bu da təxmini gəlib çıxır o yenə. Yəni o yenə olur. Ona görə də yaxşı deyil. Əla. Qəşəng, bu bunun zəif tərəfi. Vektor ümumiyyət üzərində əsas əlamətlər. Vektor ümumiyyətlə bizim əsas istifadə edəcəyimiz metodu pushback-dir. Pushback-dir. Əsas əməliyyatımız vektor üzərində budur. Əla. İndi keçə bilərik, məsəl üçün başqa öyrəndiyimiz set. Bu da bizim çox vacibli əsas strukturlarımızdan biridir. Önəmli set bilmək ümumiyyətlə. Setin güclü tərəfləri sıralı olmaqıdır. Sıralı olmaqıdır. Güclü tərəfi setin unik olmaqıdır. Yəni unik deyəndə təkrarsız olmaqıdır. Təkrarsız olmaqıdır. Güclü tərəfi setin lower bound istifadə eləməyimizdir rahat. Özdə lower bound demişdik də keçən dərs setdə öz metod kimi olur. Yəni kənar metod kimi vermirik deyə və kifayət qədər də sürətli olur lower bound setdə. Lower bound var. Yəni bu bunun çox güclü tərəfidir. Hətta bu lower bound olması setin yəni həqiqətən mükəmməl bir şeydir set üçün. Yəni bu bizi çox, yəni vacibdir, bizim üçün çox faydalıdır. Setin ən ümumiyyətlə pis cəhəti yaddaş çox istifadə etməsidir. Yaddaş çox istifadə edir set ümumiyyətlə. Yaddaş çox istifadə edir və indeksi yoxdur. İterasiya üzərində əməliyyat gedir. İndeks yoxdur. Yəni setin ən pis cəhəti zəif tərəflərdə yaddaş və indeks məsələsi. Düz başqa bəzilər də var, amma ən pislər bunlardır. Yəni digərləri o qədər də bizim üçün problem olacaq bir şey deyil. Əsas əməliyyatları insertdür, sürətli deyil. Sürətli deyil, login ilə olur. Amma sıralı eləyir deyə bizim üçün faydalıdır. Bir də erase'dir.
erase'dir. Bunlar da o login-dən gedir proseslər. Login. Bizim digər konteynerimiz setin digər növü olan multisetdir. Multisetin güclü tərəfi sıralı plus təkrarlanan olmaqdır. Sıralı və təkrarlanan olmaqdır. Həm elementlər sıralıdır, həm də təkrarlanan elementlər ola bilir daxilində. Zəif tərəfi erase hər şeyi silməsidir. Erase yəni dəyər olaraq, ha. Məsələn, erase dəyər versək, dəyər yazıram ona görə qarşısına. Verdiyimiz bütün dəyərləri silirsin. Ona görə bu biraz onun problemi cəhəti ola bilər. Multiset üzərində bizim əsas əməliyyatımız elə insert və erase set kimi. Amma erase'i burada digərindən fərqləndirmək olmaz. Elə bu da set kimi eyni quruluşa malikdir deyə login zaman mürəkkəbliyində baş verir. Sonra deməli dedik vektor set, multiset, yəni unordered set də bura daxildir. O da sırasız deyil, amma onu yazmıram, onsuz setlə eyni strukturudur deyə. Mapdir. Gəldik mapə. Deməli bizim mapimizin bizə verdiyi güclü tərəf ondan ibarətdir ki, mapdə açar dəyər qaydası var. Açar və dəyər qaydası var. Bu bizə işimizə yarayır məsələlərdə və mapin sıralı olmağıdır təbii ki, sıralı. Zəif tərəfinə mapin deyə bilərik ki, sıralıdır deyə məsəl üçün sabit əmsalı böyük olur, yəni 10 deyə bilərik. Sabit əmsalı böyük. Sıralıdır deyə. Əsas əməliyyat mapdə ümumiyyətlə dedik ki, elementə müraciətdir belə. Və budur. Həm də bu element olmayanda bilirik də yaradır elementi. Found verəndə yaradır elementi, yəni biz axtaranda element yoxdur. Ona görə də əsas budur və bu login ilə olur. Amma sıralı olur açarları. Unordered map. Unordered mapdə güclü tərəfi odur ki, biz məsəl üçün orta elementi O1 zaman mürəkkəbliyində tapa bilirik. Orta elementi O1 zaman mürəkkəbliyində götürüb çıxarda bilirik, tapa bilirik unordered mapdə. Zəif tərəfi sırasız olmaqıdır. Və bunu da yazaq Codaforce-da unordered map yazanda hack riski olur ümumiyyətlə. Ona görə yazıram bunu da ki, biləsiz Codaforce məsələləri işləyəndə. Codaforce-da hack riski. Əsas əməliyyatı elementə müraciətdir, amma necə müraciətdir? Elementə O1 zaman mürəkkəbliyində müraciətdir. Login deyil 1-dir. Sonra biz öyrəndik, keçək assosiativlərə, stack. Stackdə deməli dedik ki, güclü tərəfi onun LIFO prinsipi olmaqdır. LIFO. Stackin güclü tərəfi BFS keçəcəyik biz. Bunun əsası olmasıdır. BFS-in əsasıdır stack. Zəif tərəfi təbii ki, stackin ən böyük problemi iterasiyanın olmamaqdır. İterasiya yoxdur stackdə. Əsas əməliyyatı da
stackdə bilirik ki, pushdur və popdur. Bunu danışmışdıq stack keçəndə də. Push və popdur və bunlar hamısı da o bir zaman mürəkkəbliyində gedir bunun daxil o bir. Sonra stackin başqa bir versiyası Q növbə. FIFO. Əslində stack deyil də bunu BFS-in əsası kimi biz növbəyə yaza bilərik. Burada stack'ə biz yaza bilərik. Məsəl üçün sadə olmağını yaza bilərik. Sadədir. Hala. FIFO-da BFS-in əsası növbədir. Niyə? Çünki biz ağacların deyək ki trimiz var. Onun biz rutların yığmaq istəyirik. Stack'in içinə ardıcıllıq olsun deyə növbəyə yığırıq. Stack'də ardıcıllıq yoxdur. Yəni növbədə birinci qoyduğumuzu birinci götürürük deyə orada növbə istifadə edirik. Burada yenə iterasiyon olmamağı problemdir. Və növbədə də bu əməliyyatlar ikisi də o bir zaman mürəkkəbliyində gedir. Gəldik dekü. Dekünün ən yaxşı cəhəti hər iki ucdan element əlavə eləmək o birdir. Hər iki ucu o birdir. Və indeksi də var. Üstün cəhətləri bunlardır. Pis cəhəti yaddaş bitişiyi deyil. Və ona görə də vektordan yavaş işləyir. Yaddaş bitişiyi deyil deyə vektordan yavaş işləyir. Çünki vektorda yaddaş bitişiyidir. Əsas əməliyyatı təbii ki, hər iki uca o bir zamanda element yığa bilməkdir. Push, front və push back. Və push backdir. Bunlar hər ikisi də o bir zaman mürəkkəbliyində işləyir. Əla. Bizim bir də priority queue'muz var idi. Priority queue'nun ən qəşəng xüsusiyyəti maksimumu və minimumu tez tapa bilməyimizdir. Maksimum minimumu tez tapa bilirik. Priority queue üzərindən biz birbaşa ilə hesablayıb özü verir bizə cavabı. Zəif tərəfi ixtiyari silmənin olmamasıdır. İxtiyari silmə olmur. Əməliyyatları da push və popdur. Push və popdur. Hər ikisi də o loqaritmik əsasından işləyir. Yəni bizim ən çox istifadə edəcəyimiz konteynerlər bunlardır elə. Bunların güclü zəif tərəflərini bilmək lazımdır. Çünki biz bunlar bizə lazım olacaq istifadə edəndə. Əla. Bu konteynerlərdir. Bu bizim mürəkkəbliyimizdir. Bu konteynerlərimiz haqqındadır. İndi məsəl üçün bizdə deyirlər ki, vektor yoxsa Q seçək. Nə var seçək. Növbədən element çıxarmaq lazımdırsa məsəl üçün vektorda erase eləyib vektor begin yazıb element çıxarmamız o yendir. Yəni rahatdır. Yəni məsəl üçün element çıxarmaq lazımdırsa növbədən bunu növbə olaraq yazmamız daha bizim üçün şeydir. Çünki vektor məsələn erase begin yazsaq o yendir və ümumi mürəkkəblik də orada element tapıb çıxarmaq o yen kvadrat eləyir. Amma bu məsələn növbədə çox rahatdır. Məsələn
Məsələn, element əlavə eləyib maksimumu tapmaq, məsəl üçün, onda priority queue bizə daha sürətli və daha tez işləyəcək. Çünki maksimumu avtomatik olaraq o bizə verir özü. Məsələn, ortadan bir ixtiyari element silmək və ya lower bound lazımdırsa, həmin dəqiqə biz multiset istifadə edərik. Həm sıralandı, həm təkrarlanandı. Multiset istifadə edərik. Məsəl üçün, bütün elementlər əvvəlcədən məlumdursa, məsələn, bizim əlimizdə, onda axtarışdan başqa heç nə lazım deyilsə, təkcə axtarış eləmək lazımsa, vektor plus sort plus lower bound istifadə eləmək lazımdır. Nəinki set, yəni vektor plus sort plus lower bound praktikada ümumiyyətlə setdən daha sürətli işləyir. Məsəl üçün, seti o zaman biz seçə bilərik ki, məsəl üçün, məlumat işləmə vaxtında dəyişsin. Məsəl üçün, biz işləmə vaxtı nəysə bir set üzərində dəyişiklik eləyəcəyik. Amma sadəcə axtarışdırsa, bu vektor plus sort plus lower boundla yazmaq daha rahatdır. İndi gəlin biz baxaq, məsələdə verilənlərə əsasən alqoritm təyin etmək. Məsələdə verilən nədir? Və biz o verilənə uyğun olaraq lazım olan alqoritm nədir? Məsəl üçün, bizə məsələdə verilib ki, məsəl üçün, sıralanmış element, sıralanmış bir sırada element axtarmaq. Yəni, məsələn, həmin dəqiqə burada ağla gələ bilər ki, biz set istifadə eləyək, set onu sıralamışdır. Amma setdənsə vektor plus sort plus lower bound. Yəni, bu setdən daha sürətli olacaq bizim üçün. Vektor plus sort plus lower bound. Məsələn, alqoritm olaraq bunu seçə bilərik biz özümüz üçün. Sonra, məsəl üçün, bizə məsələdə verilib ki, məsəl üçün, mümkün ən böyük x-i tapmaq. Mümkün ən böyük element. Mümkün ən böyük elementi tapmaq üçün ən yaxşı üsul cavab üzərində, çünki bilirik ki, bu oyun o 1-dir və yaxud o log-ndir. Cavab üzərində binary search eləmək. Bu binary search dərsdə demişdim. Cavab üzərində necə binary search eləyirik. Sonra, məsəl üçün, ən uzun və yaxud ən qısa bitişik alt çoxluğu tapmaq. Bu, təbii ki, bildiyimiz kimi sürüşən pəncərədir. Bitişikdirsə amma. Burada bitişik sözünə diqqət edin. Bitişik olmasa, ikili pəncərə alqoritmi səhvdir. İşləməyəcək. Sonra cəmi x olan iki elementi təyin eləmək. Cəmi x olan iki elementi tapmaq üçün biz danışmışdıq ki, qarşı-qarşıya two pointers'dan istifadə eləyəcəyik. Amma qarşı-qarşıya two pointers'dan. Yəni, biri sondan başlayacaq. Right. Left isə əvvəldən. Əla. Sonra cəmi x olan alt çoxluqları tapmaq. Cəmi bir dənə alt çoxluğu tapmaq üçün biz sürüşən pəncərədən istifadə edirik. Amma cəmi yəni olan x olan alt çoxluqların hamısını təyin eləmək üçün biz istifadə edirik yine prefix sum plus map. Prefix sum və mapdən istifadə edirik cəmi x olan alt çoxluqların hamısını təyin eləmək üçün. Sonra fərqli dəyərlərin sayı. Yəni, bu məsələ avtomatik gözlə görünür. Fərqli dəyərlərin sayını təyin etmək üçün biz həmin dəqiqə setdən istifadə edirik. Sonra, məsəl üçün, var təkrar dəyərlərin sayı.
Yəni bir dəyərin neçə dəfə təkrarlandığını tapmaq üçün. Yəni bunun ən qəşəng üsulu, tapmaq üsulu mapdir. Sonra məsəl üçün sona əlavə olunan element üzərində nəysə bir proses lazımdırsa bizə. Bunun üçün biz yəni elementi sona əlavə eləyib sonra da götürək deyə stackdən istifadə edirik. Sonra məsəl üçün bizə növbə məsələləri idisə, sonra ilk elementlə bağlı məsələdirsə, onda biz burada növbə götürəcəyik, 2 götürəcəyik. Sonra məsəl üçün bizim məsələmizdə verilibsə, hər iterasiya prosesində, yəni hər addımda məsələn ən böyüyü tapmaq. Yəni böyük deyil, kiçik də ola bilər. Belə yazıram, kiçik. Hər addımda ən böyüyü, kiçiyi tapmaq üçün biz təbii ki burada istifadə eləyəcəyik priority queue. Bilirik, priority queue biz avtomatik olaraq böyük və kiçiyi qaytarır cavab olaraq. Sonra məsəl üçün hər elementdən əvvəldə yerləşən ilk kiçik element tapmaq. Məsələn, hər elementdən əvvəlki ilk kiçik elementi tapmaq. Burada təbii ki bizim istifadə eləyəcəyimiz olacaq monoton stack. Monoton stack olacaq. Sonra məsəl üçün demişdik, başqa nə demişdik? Məsəl üçün hər k uzunluq, buna uyğun məsələ də həll elədik. Hər k uzunluqlu deyək ki pəncərədə maksimumu tapmaq. Buna uyğun məsələ də demişdik. Monoton dek. Bunların ikisinin qarşısına ulduz qoyuram. Bunları nəysə başa düşməsəz danışaraq bunlar haqqında. Monoton stack və monoton dek. Sonra başqa cavab çox böyüksə, nəsə burada long onu bilirsiniz istifadə eləməyi. Bir də 2 dənə əlavə şey var. Biri. Dəyərin özü, dəyərlər, qiymətləri 13-9-a qədərdir. Tutaq ki. 13-9-a qədər. Amma en kiçikdir. En kiçik bir ədəddir. Belə məsələlərdə biz istifadə eləyirik koordinat sıxışdırılması deyirik. Koordinat sıxışdırılması. Ondan istifadə eləyirik. Bugün deyəcəm onu indi. Bir də bizdə var məsəl üçün binary search-də dedik ki məsələn ortadan bir dənə ədəd götürürük. Onu sağ sol müqayisə edib atıb yenə ortadan götürürük, amma bizim bir də üçlü axtarışımız var. Orada artıq biz 3 dənə dəyişən götürürük. Kiçik, böyük, orta. Onda artıq biz üçlü axtarışdan istifadə edirik. Üçlü axtarışın məsəl üçün biz nə deyə bilərik? Üçlü axtarışa uyğun deyə bilərik ki, məsəl üçün verilmiş sırada maksimum, minimum dəyişməsinin, yəni xərcini tap deyək. İndi izah edəndə də tam başa düşəcəksiniz. Biz də bunun üçün artıq biz üçlü axtarışdan istifadə edirik. Deməli burada üçlü axtarış istifadə edirik. Üçlü axtarış çox istifadə olunan deyil ümumiyyətlə məsələlərin həllində. Amma bilməyiniz vacibdir ki, çünki
Bəzən məsələlər olur ki, məsələn biz demişdik, binary source olmaq üçün monoton olmalıdır. Ona görə sort eləyirdi, amma bəzən monoton olmaya bilir. Hə, təbii ki, hətta bu monoton olmamaq halı olanda, yəni unimodal ola bilir. Artıq bu hal olanda biz dəyişib üçlü axtarışdan istifadə edirik. Deməli, ikili axtarışın alqoritmik olaraq adı belə yazırıq. Bu ikili koordinat sıxışdırılması. Coordinate compression. Üçlü axtarış isə məşhurdur ümumiyyətlə. Yəni coordinate compressiondan daha məşhurdur. Turner research deyilik. Bu ümumiyyətlə machine learning ilə falan məşğul olsaq, orada da qarşınıza çıxa biləcək Turner research. İkili axtarış. Hələ bunların ikisi bizim bugün növbəti də yarıda öyrənəcəklərimizdir. Ona görə qarşısına da 2 dənə ulduz qoyuram. Bunlar bugün öyrənəcək. Bunlar isə biz demişik. Yəni yadınızda qalmasa əgər təzədən baxa bilərik. Əla. Məsələn, bu cədvəli mən nümunə kimi yazdım ümumiyyətlə. Yəni bu qanun deyil. Yəni həmişə belə olmalıdır, belə yazmalısınız deyil. Məsələn, nümunə olaraq yazdım ki, məsələn, nümunə olaraq bu olsa bunu istifadə etmək yaxşıdır, bu olsa bunu istifadə etmək yaxşıdır. Məsələn, məsələlərim bəzən ISP-də elə bir məsələlər olur ki, yəni qəsdən şərti ilə qururlar. Məsəl üçün, sən oxuyanda başa düşdüyün səhvdir. Qəsdən elə bir şey qoyur. Məsələn, məsələdə növbə yoxdur. Məsələn, növbə ilə həll olunan bir məsələ deyil, amma şərtdə dayanmadan növbə adı çəkir. Və sənin də avtomatik fikrin növbəyə yönəlir. Orada həm vaxt itirirsən, həm də səhv eləyirsən deyə artıq səhvin düzəltməyin üstündə yönəlirsən və digər həllə yönəlmirsən. Yəni, məsəl üçün, elə olur, amma əsasən məsələlərin həllinə təyin edəcəyimiz algoritmi və data structure-ı biz məsələlərdə verilən məhdudiyyətləri, yəni bunlara əsasən təyin edirik və bunlara əsasən təyin edirik. Yəni, bunlarda mən nümunə kimi yazdım. Məsəl üçün, gəlin onda biz belə məsəl üçün məsələlər nümunələrinə baxaq. Məsəl üçün XS-də görə belə qarışıq həll oluna bilən məsələ var idi. Okay. XS-də bu sırf intralarge problemimize aittir. Məsəl üçün buradan şübhəli bu nədir? Bu sadə məsələymiş. Bu nədir? Okay. Məsəl üçün belə bir məsələmiz var. Deyir ki, bizim n dənə konsert tiketimiz var. Deməli, müştəri sırası ilə gedir. M dənə müştəri sırası ilə gedir. Konsert biletləri. Yəni, hər birinin maksimum ödəyə biləcəyi məbləğ, müştərilərin ödəyə biləcəyi məbləğ var. Yəni, bir biletə maksimum ödəyə biləcəyi məbləğ var. Yəni, hər müştəri ödəyə biləcəyi ən bahalı bileti almalıdır. Əgər uyğun bilet yoxsa, mənfi bir hesab olunur, təbii ki. Deməli, bizim inputumuzda deməli, n-dən m-in qiyməti daxil olunur. Sonra n dənə integerdir. Bu, bizim deməli, biletlərimizin qiymətləridir. M dənə integer növbəti dəfə daxil olunur. Bu isə bir müştərinin maksimum verə biləcəyi qiymətdir. Əgər, məsəl üçün, müştəri öz büdcəsinə uyğun ən bahalı bileti ala bilirsə, onda ala bilmirsə, mən bir çap eləyim. Məsələn, burada 5 3 bu qiymətlərdir. 5 dənə burada dəyər daxil edib, 4 dənə burada. Məsələn, 5-ə uyğun burada hər müştəri özünə uyğun print for its summary price you will pay for their ticket. After this ticket cannot be purchased. Okay, alınmış bileti bir də almaq olmaz. Hər müştəri də özünə uyğun ən baha bileti alır. Okay. Hə, o, məsələn, burada 3-lə 3 şeydir deyə bunu alıb, 8-lə 8. Okay, başa düşdük. Başqa example nümunəsi yoxdur. Deməli, məsələn, burada time limitimizdə 1 saniyədir. 1 saniyəsi deməli 18 əməliyyat ola bilər maksimum burada. Amma
maksimum 18 ola bilər əməliyyatımızın sayı. Yəni biz o n kvadrat yazsaq, amma burada görək 2 vur 10 üstü 5-dir. Bu hətta 10 üstü 9-dur. N 2 vur 10 üstü 5-dir və 10 üstü 8 əməliyyat icra edə bilərik. Deməli bu məsələnin həllini biz n log n ilə yaza bilərik. O n də yaza bilərik, n log n də yaza bilərik. Artıq amma n log n-dən yuxarı heç nə yaza bilmərik. Yəni ən pis halda n log n yaza bilərik. Deməli baxırıq ki, burada bizim biletlərimiz var. Biletlərimiz var. Deməli nə olmalıdır? Biletlərimiz birinci biz burada sıralı düzməliyik. Həmçinin bunlar da sıralı düzməliyik, düzmü? Yəni məsələn biletlərimizi sıralı düzməliyik və bunlar gələndə bu sıranın içinə baxmalıyıq avtomatik. Əgər yoxdursa tam yoxdursa füsion. Okeydir. Olanların çıxartmalıyıq, olmayanların -1 verməliyik. Okey, ardıcılı 5-dən okey, bu multisetlə düzməliyik. Məsəl üçün burada baxaq ki, bizim məsələdə deyir ki, biz burada nə tapmalıyıq? Deməli biz burada bizə gələn dəyərlər sıralanmış olmalıdır. Set istifadə eləyə bilmərik, çünki setimiz unik dəyərlər saxlayır. Məsələn, eyni qiymətdə ola bilər bəlkə də. Ona görə bizim burada ən rahat istifadə eləyə biləcəyimiz multisetdir. Multiset yazırıq. Multiset istifadə edirik. Gəlin indi bu məsələni, bunlar hamısı kommentlərdə olsa, okey. Burada bir dənə məsələ həlli yazaq. Məsələn yazıq DS include bits stdc ++ məqdaş using namespace std deməli bunları yenə yazırıq. IOSpace synchronization with still zero syntax null. Okey, indi deməli bizim birinci demişdik ki, 2 dənə nm daxil olunur, nm. Bunlar biri adamların sayıdır, biri biletlərin sayıdır. Əla. Adamların biletlərin sayı daxil olandan sonra bizim inputumuzda adamların məbləğləri daxil olur. Sonra da biletlərin məbləğləri daxil olur. Yəni biletə ödəyə biləcəyi maksimum məbləğ daxil olur. Əla. Deməli biz onda adamlarımızı həm sıralı olsun deyə, həm də təkrarlana bilsin deyə multisetə məcbur yığıram. Int tipinlə bir dənə multiset yaratdım, adını qoyuram elə bilet. İndi bunun qiymətlərini daxil etməliyəm. For int i bərabərdir 0, i kiçikdir n-dən, i plus plus. Multisetin birbaşa deməli demişdik ki, setdə iterasiya yoxdur. Setə birbaşa element daxil etməliyik. Int h yazırıq. Sin h və sonra nə edirik? Biletimizə h-ı insert edirik. Bilet nöqtə avtomatik özü sıralı şəkildə gəlib düşür. Insert h. Əla. Yəni biletlərimizi yığdıq. İndi bizə dəyərlər gəlir əlimizə. Bu dəyərlərə uyğun, yəni buradan olan, burada ala biləcəyi bileti adamı tapırıq və çıxışa veririk. Okey. Deməli, onda nə edirik? Biz burada deməli yazırıq ki, bunu əslində biz bu dəyərləri m ölçülü bir vektor yaradıb onu da daxilində saxlaya bilərik. Amma biz hər dəyərə uyğun çıxış veririk deyə bizə ehtiyac yoxdur. While-la yazıb m-i azaltsaq qiymətin. Yəni ehtiyac yoxdur artıq bir də vektor saxlayıb onun içindən for-la daxil olmağa. Deməli, bir dənə tiketimiz var və bunları biz hər dəfə qiymətlərini daxil edirik. İndi biz bu tiketi ala bilənə cavabı çıxış verməliyik. Amma digər məsəl üçün eyni qiymət olanda da əgər yoxdursa mənfi verməliyik cavaba. Onda biz burada
Neyniyək? Multisetimiz kiçikdən böyüyə doğru yığılır da bildiyimiz kimi. Onda biz burada T ala biləcək minimum özünə bərabər və böyük qiymət tapmalıyıq. Onda biz burada avtomatik olaraq yazacağıq ki, auto iterator bərabərdir multisetdə deməli bilet nöqtə upper bound. Bound T. İndi bunu tapdıq biz. If əgər iterator bərabərdirsə, bizim multisetimizin ilk element, yəni ilk yerdə durduğu yerə onda nə edirik? Veririk cout -1 slash n. Əsləm slash n vermişik, okey. İteratoru azaldırıq. Cout eləyirik ulduz iterator. Ulduz iterator yəni iteratorun qiymətini çıxardır deyəlim bizə. İterator özü bir ünvan. Və bileti də silirik. Yəni artıq istifadə elədik deyə biletdən erase eləyirik olan iteratoru. Və iteratorla silirik ya. Əgər bura dəyər versək, bütün nüsxələri siləcək. Biz iteratorla silirik deyə birbaşa ünvandan silirik. Bunu run eləyək, görək. Okey, TF, problem deyil, kommentin içində o TF var idi. Deməli bizim onda burada inputumuz 5.3 5.3.7.8 5.4.8 5.3 5.3 7.8.5 7.8.5 4.3 4.8.3 Siyahut eləməmişik. Siyahut eləmişik iteratoru, bir vahid azaltmışıq. Flash n qoymuşuq. Bileti də erase eləmişik iteratoru hər dəfə. Burada da return 0. Okey, onda emin qiymətini daxil eləmişik. Bilet multisetlə. Burada biletin özlərini daxil edirik. N-dənə. Okey, while m minus minus. T sin T. Hə, burada. -1 verəndən sonra aşağı iteratoru hesablamalıdır deyə continue olmalıdır. Çünki aşağıda iteratoru hesablasa, yəni biz bunu istifadə eləməmişik, amma hesablayırıq. Problemdir. -1. Belə idi. İndi bunu submit edib yoxlayaq. Görək bizim cavabımız düzgün işləyirmi? Son 18.0.18 saniyə. Şimdi burada görək input neymiş? Böyük bir ədəddir. Daha böyük bir ədəddir. Yəni bu hətta 200 mindir. Yəni belə, yəni məsələni həll eləyəndə belə ona biz birinci baxırıq, uyğun bir həlli, mümkün həlli tapmalıyıq məsəl üçün. Məsələn
mümkün həlli necə qura bilərik, hansı strukturdan istifadə edə bilərik, onu araşdırmaq üçün dediyim üsullardan istifadə edirik. Təbii ki, mürəkkəbliyə də baxırıq. Məsələn, buna da baxaq, restoran kassası. Bu da böyük ehtimallə bir məsələdir. Deməli, n dənə müştərinin gəliş və gediş vaxtı verilib. Eyni anda restoranda ən çox neçə müştəri ola bilər? Bu arada biz bu məsələni oxşarını həll eləmişdik. Yadınızdasa dərs vaxtları məsələsi var idi. Dərs vaxtları məsələsi. Məsələn, burada ilk fikir deyirik müştərilərdir və biz neçə müştəri, burada deməli sayma var 1. Amma vaxtımız 13:09-a qədərdir. Yəni deməli burada massiv qurmaq mümkün deyil. Massiv qrup adı üstündə saymaq eləmək mümkün olmayacaq. Çünki 1 saniyədə biz 13:08 əməliyyat eləyə bilirik. Amma burada 13:09 bizim məhdudiyyətimiz. Onda nə edə bilərik biz? Müştəri sayını yalnız gəliş və gediş anlarına bölürük. Sonra hadisələri sıralayıb üzərindən bir dəfə keçməklə bəs eləyir bizə. Məsələn, necə eləyirik biz bunu? Məsələn, bu məsələdə multisetdən təbii ki, istifadə olunmayacaq. Bunu silə bilərik belə. Elə int nm m də yoxdur hətta. Int n Abi, 2 dənə vaxt var. Biri gəliş vaxtlarıdır, biri gediş vaxtları. Mən nə edərəm? Mən avtomatik burada bir dənə vektor götürərəm. Pair-lə. 13:09 deyə long verirəm tipi. Vektorumu götürdüm. İndi mən burada nə edirəm? For int i bərabərdir 0, i kiçikdir n-dən i++. Burada indi hər dəfə bir dənə AB dəyərini daxil eləməliyəm. Long AB 13:09 dəyərlər. Sin eləmirəm artıq avtomatik mən burada. Ya sin eləyə bilərəm. Sin AB, yəni artıq ehtiyacım. Sonra da vektoruma nə edirəm? Pushback eləyirəm. Nəyi? Anı. Amma necə? Pair kimi. Make pair funksiyasından istifadə edib pair yaradıram və yaxud mötərizə içində yaza bilərdim. Kvadrat mötərizə. İndi mənim gəliş vaxtlarım var, bir də gediş vaxtlarım var. Gəliş vaxtlarımı mən pairdə, yəni indekslərin müsbət 1 ilə yazacağam. Gediş vaxtlarımın vaxtları -1 ilə yazacağam və vaxtlara baxacağam. Müsbətdirsə, ona uyğun əgər ondan sonra gələn mənfi varsa, orada deməli eyni anda bu müştərilər olub deməlidir. Yəni ya da eyni bir-birinə ardıcıl vaxt amma mənfisi olmayan müsbət. Yəni onsuz eyni bir-birinə nəzərən eyni yerdə duracaqlar bizim pairlərdəki elementlərimiz. Ona görə də heç nə yazıram bura A +1. Yəni bu gəliş vaxtlarıdır. +1 ilə düzəldirəm hamısını, yəni müsbət 1 ilə. Bir də yazsaz kifayətdir. Burada da vektor götürürəm bir dənə. Yenə pushback eləyirəm B-ni. B-də çıxış vaxtıdır. Çıxış vaxtlarının da qarşısını -1 ilə işarə eləyirəm. B və -1. Okey, aynen B-ni işarələdim. İndi bu bizim gəliş-çıxış vaxtlarımdır. Müsbətlər giriş vaxtlarıdır müştərilərin, çıxışlar, gedişlər -1 vaxtlar. İndi vektorumu sort eləyirəm. Sort. Vec begin, vec end. Təbii ki, bunlar metoddur deyə mötərizələrin unutmamaq lazımdır. Əla. İndi bir dənə götürürəm int x, bu hal-hazırdadır. Bir də best götürürəm, müştərilərin ümumi cəmidir. Təbii ki, bestə 0 verirəm, çünki count sayacaq. Bu da həmin zaman limitinə uyğun olan müştərilərdir. Yəni, məsələn, bu zamanlar aralığında bu qədər müştəri olub. Bestə onu mənimsədirəm. Əgər digər zamanlar aralığında müştəri daha çox olubsa, bestin dəyəri dəyişir olur o. For int i bərabərdir 0, i kiçikdir, deməli, bizim vektorumuzun sayısından i++. İndi mən burada nə yoxlayıram? X-in üstünə gəlirəm.
vektor i-nin second-ı. Secondlar nədir? Plus 1'lər, minus 1'lərdir. Second division. Deməli bizim sort eləyəndən sonra eyni zaman aralığında əgər müştəri gəlibsə, çıxmayıbsa, həmişə pluslar gələcək üst-üstə. Məsəl üçün saat 3-dən 5-ə qədər ancaq müştəri gəlib. Deməli onda bizim saat 3-5 aralığında mənfi birimiz yoxdur. Ancaq müsbətlərdir. Ona görə də x həmişə birləri toplayacaq. Yəni birin sayı daha çox olacaq. Təbii ki, birin sayı nə qədər isə, deməli hazırda o qədər müştəri var. Ona görə də 5 olur, bərabərdir maksimumu nə ilə? 5 ilə x-in. Artıq müştəri çıxdıqca vek i-second'ın qiyməti mənfi 1 olacaq və müştərilərin sayı azalacaq. Yəni müştərilərin sayını azalacaq. Son, bu qədər. Bu da burada 5-i tapacaq. Burada da siyahut bir dənə 5 yazacaq. Heç slash n qoymağa da ehtiyac yox, çünki məncə bir dənə həll edir olsun. Həfsun, qəşəng. İndi bunu mən burada yoxlayıram. Hə, long vermişəm birini, digərini dəyərini vermişəm. Birincisində 2 dənə dəyər olur, digərini int verək. Çünki plus minus 1 olsun. Vektor pushback yox, vektorumuzun adı vekdir. Əla. 2. Yəni, həmin dəqiqə tap təldir. Yəni, burada sadəcə vektorun içində element doldurmaqdır bu. Yəni, bizim proqramımız bu qədər oldu. Bir dənə sort elədik. Burada da cari vaxta uyğun 5 dəyərləri müəyyən elədik və ən böyük 5-i ekrana çıxışa verəcək. Gəldik indi məsələmizə, submit hissəsinə. Buradan faylı seçdik, test++. Sonra submit elədik. Accept. Tamam, burada 200.000 yenə var və burada dəyərlərə baxın, kifayət qədər böyük dəyərlərdir. Sonra yəni belə, yəni məsələmizdə yəni belə baxırıq, belə müəyyən eləyirik, belə həll tapmağa çalışırıq. İndi biz bunu silə bilərik artıq, məsələ həll eləməyəcəyik, çünki deməli bizim burada coordinate compression, koordinat sıxlaması və ternary search, üçlü axtarış var, 2 dənə maraqlı mövzumuz. Təbii ki, onlara baxmalıyıq biz, onlara baxacağıq, sonra ikili axtarışla, üçlü axtarışı müqayisə eləyəcəyik, bu qədər. Onda biz bir 15 dəqiqə fasilə verək. 3:42-dir. 57-də. Təxmini 4-də. Yəni misalda 4-də görüşüb yenidən davam eləyəcəyik. Belə.